Ha dedim qoy davam edeyim. Elə bundan öncəki videonun davamıdır. İndi o sənədləri də, sonra digər sənədləri də ardıcıl yerləşdirərəm hamısını. Ha, indi ehtimaldır ha. İndi siz bir şəkildə hansısa şəkillərdə məni problemli göstərmək üçün nələr əldə edirsiniz? Məsəl üçün mən belə fikirləşirəm. Mən bir şəkildə problemli çıxandan sonra mənimsədiyiniz o 2008-ci ildən 2011-ci il, 21-ci ilə qədər olan pensiya kompensasiyalar, ümumiyyətlə o iş bir şəkildə bağlanır. Bu bir. Səbuhi mövzusu 2. O tərəfdə Qaqaş. Faktiki Səbuhi mövzusunda Əliyev Məmməd Rəsullahın Səbuhi arasında elə birinci gündən elə problemlər başladı da səninlə onun arasında. Onları da ayrı eləyərik. Yəni mən bir şəkildə siz 2021-dən 2023-cü ilə qədər 2 ailə birləşib məni Səbuhi və onun ailəsinə qarşı doldurdunuz. Yəni mən axmaq olmamışam, mən prosta inanmışam sizə. Mən yenə də onlara inanmıram, yəni ola bilməz də, ola bilməz. Yəni mən kimsə deyəm, mən kimdənsə çəkinmirəm. Ona qalsa çəkinəsi adamlar sizlərsiniz. Siz deyirsiniz də 100.000 belə, o birisi belə, o birisi belə. Belə eləyərik, elə eləyərik, hədə qorxular. Sizdən qorxmalıyım da mən əslində. Yəni o Səbuhi mövzusunda fakt. Qaqaş evdən qovuldu. Və bu müddət ərzində mən əminəm ki, məsəl üçün də bildiyim qədər ki, Səbuhi sizə güldən artıq söz demir, heç kimə. Heç mənə də, sizə də demir, mən elə bilirəm. Fakt mənə həmin ərəfədə evin, mülkün, nə bilim, obyektlərin falan satışına mane olan tərəfi çəkdiniz. Sonra Səbuhinin o 2023-cü ildə o ən pik onu da o digər mövzuların içində danışacağım, o birisi gəlişi və onun burada mənim dükanımda sizin həmən söhbət bildiniz hansını deyirəm. Ailəmin ilk dəfə saldığınız o mövzu. İndi mən problemli çıxandan sonra siz hər ikiniz Səbuhinin, onun ətrafının, yəni elə-belə insanlar deyir ki, siz də elə-belə insanlar deyirsiniz. Onların yanında, yəni ətraf cəhətdən deyirəm də, onların yanında təmiz çıxırsınız. Hal-hazırda ata məndən niyə dirəşib bu bir ayın içindəki? Yəni bu faktdır da. Sən ya reabilitasiyaya getməlisən, sən ya Maşdağaya getməlisən, ya nə hara getməlisən, ya da səni mən tutturacam bir şəkildə. Nə bilim, 100.000 belə getdi, o birisi belə getdi. Məhkəmə belə getdi. Belə eləyərəm, elə eləyərəm, sən kimsən ki, sən heç kimsən bu işlərin içində. Bunlara elə belə demirsən ki, sən bir ay yarımın içində. Axı bu adam bütün ölkəyə deyir ki, satıram. Yəni mən problemi çıxandan sonra nə olur? Əvvəlki kimi. Sən satmırsan, ailəmə baxan kimi olursan, bu cür özünüzü təmizə çıxarırsınız. Bunlar da olmayandan sonra boşanma, özüm vermişəm ərizəni. Elə ki, zaman sən gizli mediasiya ilə, mən açıq şəkildə. Olandan sonra da satır, deyir, qaqaş gələ sənə payını verirəm. Bu tərəfdən o tərəfə verir. Biraz o tərəfə verir. Sonra da o Rövşənənin dediyi o mövzu, Rusiya mövzusu çıxıb gedir Rusiyaya, neyindir? Bilmirəm ki, bunlar ehtimallardır. Bu işlərdə iştirak edən hər biriniz olursunuz süddən çıxmış ağ qaşıq. Mən də oluram sizin günah keçiniz. Nə üçün eləmişik? Uşaqlara görə eləmişik. Ailənin bərqərar olsun, nələr deyirdiniz? Ailə üçün edirik, uşaqlar üçün edirik. Bu qədər problemli adam iydimsə, bu qədər gizli işlərin eləməyinə nə ehtiyac var idi? Məhkəmə üçün o şeyləri saxlamışsınız, təqdim eləyəsiniz deyə, belə də olmasa elə də eləyək. İndi bir tərəfli olmadı, iki tərəfli də təqdim eləyərik məhkəməyə. O elədiyiniz o diaqnozda necə oldu, pozitiv sənədi, yəqin ki o sizin üçün adi bir şeydir, onu götürmək, ora təqdim eləmək. Yalancı şahidlər öz yerində.
Ay məni döydülər, ay məni vurdular. Baxın görün, bu adam maştağıda da yatıb, reabilitasiya keçib. Bu insan necə normal insan ola bilər? Reabilitasiya keçib, maştağıda yatıb. Əlinizdəkiləri deyirəm də. Yəni o prosto siz bunları istəyirdiniz ki, yəni sadəcə olaraq ki, mən bunları öz xoşumla gedim. Deyəsiniz ki, yəni özü getdi də, normal insan olsaydı gedərdi, əlbəttə getməzdi. Yəni, ehtiyac olmayandan sonra niyə gedəsən ki? Yəni, ümidinizi bağlamışsınız ki, o bir şəkildə özü məhkəməyə verdi, belə oldu da, indi bir tərəfli getmədi, orada bunları təqdim edərik, bir şey fikirləşərik də. Məni mülkü satdıran, satışa mane olan tərəfə çəkdiniz. Həm satdıran tərəfə, satışa mane olan tərəfə çəkdiniz, satdıran tərəfə çəkdiniz, o birisinə çəkdiniz. Narkoman, sonra reabilitasiya, maştağa, hər cür ad qoydunuz da mənə, uşaqlara görə, Yəni siz öz qurban seçdiyiniz insanı cani kimi göstərirsiniz. Qurban seçmişsiniz, siz qurban seçdiyiniz, yəni qurbanlıq elədiyinizi siz elə bir şey kimi göstərmişsiniz. Cani. Bir şey yadıma düşdü, zaman o günləri şeydə dedin, mediasiyada. Sənə o məmur deyəndə ki, bəs belə sən nə deyirsənsə, yox, mən bu işlərə qarışmaq istəmirəm, vallah. Ümumiyyətlə qarışmaq istəmirəm mən bu işlərə. İndi istədim bütün o bank kağızlarını qoyum qabağıma falan, ehtiyac yoxdur, olan olsa yerləşib o. Qoy elə belə də deyim. 2025-ci ildə, 25 bankdan pul götürürəm. Necə götürürəm, onu siz özünüz çox yaxşı bilirsiniz. Və yaxşı bilirsiniz ki, 2024-cü ilə qədər mən sizin nə qədər banklarınızı bağlamışam. Yəni, öz işlədiyim pulla. Halal zəhmətimdə. Sizdən nəsə gözləməmişəm, mən heç vaxtda. Heç indi gözləmirəm. Mən o şeylərə, yaratdıqlı şeylərə mən gətirməyə çalışıram. Etibarnamə ilə mən reabilitasiyadayım. Etibarnamə ilə götürürsən mənim bankdan banka gedirsən, özü deyirsən ki, heç bir ad nömrə verməmişəm, orada heç kim. O birbaşa mənə biznes krediti kimi veriblər. Çünki mən görürlər ki, karta nə qədər pul ötürülür, vön var, o var, sonra vergi ödəyirəm nə qədər, kassa var, o birisi var, ödəyirəm da hamısını. O şəraiti yaradılar, verirlər Kapital Bank. Birbaşa elə verirəm. O həmən ərəfədə mənim o başımı xarab elədiyimiz vaxtda mən bankdan pul götürürəm. Sonra 200 aydan sonra reabilitasiyaya gedirəm. Sonra siz özünüz banka gedirsən, özün. Özdə heç kimin adı yoxdur ya orada. Orada heç kimin nömrəsi ola bilməz. Çıxıb gelirsən banka. Özdə deyirsən ki, kimi götürüb getmişəm. Heç onu götürməli deyildin ha sən. Çıxıb özün, çünki mən məhkəmədə iştirak eləmişəm. Şirvan Kommersiya Məhkəməsinə getmişəm. Bütün bunları yayda araşdıranda. Özünüz yaxşı bilirsiniz də necə araşdırdım. Mən oraya gedirəm. Bütün hər şeyi araşdırırım. Məndən bütün sənədləri gizlətmişsiniz axı. Mənim hospital sənədlərim, o birisi sənədlər, hər bir bank sənədləri, heç nə mənim əlimdə yoxdur. Bu yayda, keçən yayda. Bütün mövzular ona görə etdi. Amma siz nə ad qoymuşsunuz? Mənsur pul istəyir. Banka gedirsiniz özünüz, gedirsiniz Kapital Banka etibarnamə ilə. Qanunsuzluq eləmişsiniz ha, birbaşa, qanunsuzluq. Mənim etibarnamə ilə gedirsən banka, indi o
gedirsən, nə bilim, neynirsən, onlar heç də, onlar məlum məsələdir. Orada hətta mənə məhkəmədə dedilər ki, atanız gəlib bizlə burada mübahisə edib, nə bilim, şeylə razılaşmayıb, onunla razılaşmayıb, bununla razılaşmayıb. İndi nə ad qoyarsınız siz bunlara? Yəni, bütün bunları mən məhkəmədə öyrənmişəm. Özüm daha sonra işi ki, siz icraya gətirdiniz, ondan sonra. Yəni, elə bir vəziyyət yaratdınız ki, istəyir o Rusiyaya yönlənmək olsun və s. hamısı onların içində. Elə bir şey elədiniz ki, yəni ki, o bank məsələsini elə bir dənə şeyə gətirdiniz ki, yəni mənim şansım olmasın da bankda iştirak eləməyə. Yəni, deyim ki, belədir vəziyyət, belədir, yəni. Yəni, işi bir şəkildə gətirdiniz şeyə, bank işimi gətirdiniz şeyə, icraya gəlsin, yəni orada artıq şans olmasın. Sən bütün səs yazıları hamısını atmışam lazım olan yerlərə. Rəsmi vəkil deyildi, nə deyildi. Hələ o axırıncı dəfə elə o Şir Məmmədin qaqaşın şeyi üçün, xeyir işində 13 min, 14 min Turan bankdan pul götürdün. Onu da qoydun mənim üstümə. Dedin ki, Mənsur özü üçün götürüb. Onu da axıra kimi mən ödədim. Ödəməliyim mi? Söhbət ondan getir. O tərəfə də Rusiyaya deyirsən ki, o şeylərdə orada zalog qoydun oranı. Mənim adıma özdə. Mənim adıma oranı zalog qoydun. Sonra mənə ödətdirdin. Sonra dedin ki, görürsən neyinir? Ora, yuxarıya. Ha, mən o bank işimi elə bir dənə həddə gətirdin ki, ətrafa deyəsən ki, Mənsur pul üçün edir, pul üçün o belə əsəbləşir. Pul istəyir. Mən sənə bütün rəfşənəmi də bilir də bu. Anca deyirdim ki, mənim işimi niyə bu yerə gətirmişsiniz? Mənim etibarnamımdan istifadə edib, mənim bank işimdə niyə iştirak edirsiniz ki? Bank məni belə deyək ki, axtarıb. Bank məni axtarıb tapa bilməz ki, mənim haradayam, reabilitasiyadayım, gələr ora, görər, qeyd edir, gedər. Sonra bizim mübahisəmiz nə ilə bağlı oldu? Götürüb yazmışam sənədlərin içinə ki, ruhi xəstə. Yaxşı, mən ruhi xəstəyəmsə, bəs onda ruhi xəstə, yəni o da xəstəlikdir də, bəs o ruhi xəstənin ruhi xəstə olduğunu ona niyə göstərirsən? Sənədləri qoydun qabağıma, bax gör nə yazmışam demək istirdim. Bir dənə qalmışdım, barmağımla göstərəsən. Mən deyirəm, bu nədir yazmışam? O hospitalı sənədlərini qoyardım da onda ora. Mənim xəstəliyim ondan ibarət olub baxı. Əgər onu şey eləmək istəyirsinizsə, ya da ki, ora gələrdilər də, reabilitasiyaya gələrdilər. İndi reabilitasiyada olan hər insan, hamısı anormaldır da, onu da belə çıxır. Yəni, ora düşən insan, normal insan olmur da, yəni belə deyirsən də sən. Yəni, öz həyatına qədəm qoya bilməz də, yəni, tutaq ki, lap belə şey, sənin kimi aparmayıb, lap belə deyək. Həqiqətən də xəstə insanlar var orada. Onlar, yəni, bir şəkildə, nə bilim, o maşlağı olsun falan, yəni, bu şeydir də, bunlar sıradan çıxmış insanlardır da sənin zənnimcə. O heç, o başqa məsələdir. Amma sənin ətrafa göstərmək istədiyin mövzu odur. Sənədləri çəkmədim heç bir də. Çünki atmışam hamısını. Yəni, onu demək istəyirəm səndən ki, sizə ki, sənə də, Rövşən əmiyə də, qaqaş burada nə qədər şey olub. Həmin ərəfədə belə, ay zaman, sizinkilərə deyirdim ki, niyə müdafiə edirsiniz? Mən burada bundan söhbət edirəm burada. Deyirəm, niyə bu var, niyə bu var, bu nədir? Niyə mənim yerimə qol çəkmirsən, niyə mənim yerimə bunları eləmirsən, işi icraata gətirmirsən, icraya. Bir tərəfdən mənim maddi sıxıntıya salırsan, götürürsən mənim o qədər detallarımı verirsən ora-bura, mən Rusiyada olanda. Deyirəm ki, verməm, mən qayıdıram, iş görmək istəyirəm. Onun üçün də ayrıca bir şey olar. Sən götürürsən, onları da verirsən, mənə konkret bir dənə sıxıntıya salırsan. Sonra, bu tərəfdən də mənim dövlətin sənədləri ilə oynayırsan, mənim etibarnaməmlə. Necə ki, 2008-dən 2021-ə qədər oynadım. Mən bunları səndən danışmamışam ki, danışmışam da səndən. Bunların nə xeyri olub ki, danışmağımızın. Hansı bir nəfər çıxıb deyib ki, sizlərdən ki, bu belə olmamalıdır zat. Yəni, onu demək istəyirəm ki, məni problemli göstərməyi üçün sizin maraqlarınız ortadadır. Siz mənim həyatımda elə bir dənə şərait qurmuşsunuz ki,
Sabah bir şey olsa mənə deyirlər ki, hə, bu belə. Mən bunları əlbəttə ki, ictimailəşdirməliyəm ki, bəlkə biri mənim dadıma çatdı. Bəlkə dövlət səviyyəsində bu həll oldu bu məsələlər. Nə olsun sən mənə deyirsən ki, 100.000 verərəm ora, verərəm bura, səni yox eləyərəm, səni həbsə attıraram, səni ora eləyərəm, mənim orada tanışlarım var, burada tanış. Sənin dediyin sözlər də bunu özümdən uydurmuram ki mən. Onlara atmışam, nə olsa sənin bütün o səslərdir. Mənə gör neçədən yerdən təzyiq edirsiniz. Bunun ətrafın bunlardan xəbəri var, bütün bu ağır mövzulardan. Amma elə bir ki, hə, sadə bir dənə şeydir. Özdə vəziyyəti elə bir dənə şeylərlə eləmişsiniz ki, profesional şəkildə, yəni xırda şeylərlə, nə bilim, götürürsən xaladenik qoyursan satışa, sonra mənə deyirsən sən də çək. Sonra nə bilim, gelirsən ondan bir dənə nəsə pul alırsan, bundan nəsə elirsən ki, yəni sən özü şey göstərəsən də, yəni özünüzü belə şey kimi göstərəsiniz. Bağ satılmış deyə, burada bağ satılmışdı. Nə dedim mənə? Deyirsən ki, mənə şey pul vermədi, Rusiyadakı qardaşım pul vermədi. Deyirəm, mən niyə deyirsən o sözü? Mən səndən pul istəmişəm. Onların hamısı yerindədir. Yəni, bir şəkildə məni necə pul şeyinə, çünki bir tərəfdən reabilitasiyadan çıxmışam axı. Deyirsən ki, yəni, hə, bu reabilitasiyadan çıxıb, bu, görürsünüz də nələr edir. Amma siz həm maddi, həm mənəvi, həm hüquqi, mənə qarşı cinayət, bu cinayətdir də, yəni bunun adı cinayətdir. Bu faktdır da bu. Hə, uşaqlara görə eləyirsiniz. Hə, uşaqlara görə, hə, bildim. Başa düşdüm, hə, uşaqlara görə eləyirsiniz. Hansı uşaqlara görə ki, o uşaqlara mənim kimi ata lazımdır. Sizin kimi insanlar yox. Uşaqlara nələr danışmışsınız, uşaqların səsləri də var da, uşaqlara nələr demişsiniz, onlar da hamı söz yerindədir. Uşaqlara nələr demişsiniz, hamısı qeydə alınıb. Ha, qeydə alınıb yoxsa mən qeydə almışam. Uşaqlar özləri deyiblər ki, filan kəs mənə belə dedi, filan kəs mənə belə dedi, filan kəs elə dedi. Ayın 19-udur da indi, hə. Ayın 16-sı vermişəm də, polisə də vermişəm sizi. İnsan hüquqlarına da yazmışam, rəsmi portalına, şeylə, elektron formada, məhkəməyə də vermişəm. Gözləyirəm də, oturub gözləyəcəm də axırı ki, inşallah ki, görək necə olur. Digər o əlavə sənədlərlə, faktlarla olan şeylər var. Onları da əlavə edirəm. Yəni, onun üçün də ayrıca video çəkirəm. Başqa. Digər saxtakarlığınızla.